Məsələn, Portuqaliya ilə Bakıda 99-cu ildə bilirsiniz ki, 2 gün oyun oynamışıq. Demək olar ki, o heyətin bir 90-95% yerli uşaqlar olub. Yəni orada bir iki dənə futbolçu vardı ki, gətirilən futbolçular milliləşdirilmişdir. Amma ümumi olaraq demək olar ki, 95% yerli futbolçular idi. Biz həmin oyundan sonra bizə $2500 mükafat demişdik. 2 gün oyun oynamışdıq. Gecənin səhər kimi də yatmamışdıq. Birinci günü biz oynadıq, gecə saat 11-də oyun başladı. Demək Portuqaliya bizdən 2 gün sonra Rumuniyada oyunu vardı. Rumuniya ilə Portuqaliyanın arasında bir xal fərq vardı. Demək, bizi udurdu Portuqaliya, avtomatik olaraq birinci yeri təmin edirdi, təsəvvür edirdi. Rumuniya artıq formal olurdu. Formal olurdu. Yəni gedib orada udursa da, o yılcı da artıq biz keçirdik bir xal şeyi. Biz isə elə bir ki, bir xal qazandıq Portuqaliyadan. Portuqaliya artıq problemi çıxdı ortaya. İndi məcburdur ki, ya orada heç eləməlidir Rumuniyada, ya da ki, qalib gəlməlidir. İndi biz də gecə oynadıq saat 11-də, hardasa 10-da başlamışdıq bildik. Yəni 9 ya 11 arasıydı oyun. Təsəvvür ki, bir hissə oynadıq, ondan sonra problem yaşandı. Aləm dəydi bir-birinə. Demək olar ki, 2 saat meydançada qalmışıq. UEFA FIFA-ya zəng olundu, danışıldı. Dedilər ki, səhər saat 4-də təzə yenidən oyun oynansın. Təsəvvür ki, indi biz də Şixovda Kristen Beach oteldə qalırıq. Təsəvvür gecə getmişik ora, saat hardasa 2-3 radələri. İndi yatmaq olmur. Səhərə kimi oyaq qalmış. Səhər təsəvvür edin ki, 4-də də oyun. Çıxmışıq yenidən oyuna, hamı, bilirsiniz nətər. Həm istək var, amma demək olar ki, beyində elə bir ki, donma var da. Gecənin səhərə kimi yatıb problem yaşanacaq. İstər-istəmə fikirləşsən ki, qarşındakı bir milli yığma komandaya baxırsan, kimlər oynayır? Sapintosu, nə bilim, Rui Coştası, Figusu, kimlər yoxdur da. Vitor Baya dünya şöhrətli qalxdı. Yəni istər-istəmə qarşı tərəfə baxırsan ki, onlar harda oynayıb gəlirlər, biz hardayıq. Və sən təsəvvür ki, 2 gün oyunu oynayırsan, bir gün yarımçı, yenidən 90 dəqiqə oynamaq. Bir xal qazanandan sonra bizə orada $2500 mükafat demişdilər. Uşaqlar gəldi ki, sən kapitansan, Fuad müəllimə deyək, sonuçta mükafatı biraz artırız. Gəldim, dedim $500 o vaxtda artırdılar. $3000 bizə mükafat verdilər. Və Rumuniyada bizdən sonra Portuqaliya getdi, 2 gün sonra Rumuniyada heç oynadı orada da, ondan sonra artıq vəsiqəni qazandı. Yəni bizim dövrdə nə o vəsait yox idi, amma həmin dövrdə, indiyənə ki bu sözü eşkimə demir, o dövrdəki futbol yığma komandalar hara, indiki yığma komandalar hara. Oradakı futbolçular hansı səviyyədə idi, indiki dövrdə, indiki futbolçular hansı səviyyədə.